Biz gedirik gələcəyə, qaliblərin cərgəsində. Yaşa, yaşa Azərbaycan! Sabirabad rayonunun əməksevər zəhmətkeşlərinə eşq olsun! Sabirabad rayonu yenə də demək olar ki, kənd təsərrüfat işlərinin zona miqyasında, respublika miqyasında həll olunması üçün yeni bir mərkəzə çevrilmişdir. Rayonumuz geri-gündən abadlaşır, rayon mərkəzində yeni müəssisələr, yeni yaraşıqlı binalar əmələ gəlir. Son illər çoxsaylı layihələr icra olunub. Bu işlər hazırda da davam etdirilir. Məsələn, hazırda Kür çayının Sabirabad rayonunun ərazisindən keçən hissəsində quraşdırılan su nasos stansiyalarında yenidən qurma işləri görülür. Artıq Kürkəndi kəndində bir nasos stansiya, 3 aqreqat yenisi ilə əvəz olunub. Su ötürücü borular çəkilib. Sabirabad şəhərində avtomobil yolları əsaslı təmir olunur. Əsaslı təmir işlərinin həyata keçirilməsi üçün bu il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin Ehtiyat Fondundan Avtomobil Yolları Dövlət Agentliyinə 2,9 milyon manat ayrılır. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə ümumi uzunluğu 4,3 km olan 2 hərəkət zolaqlı avtomobil yolunda əsaslı təmir işləri həyata keçirilir. Prospekt boyu köhnə asfalt beton örtüyünün üst qatı yenisi ilə əvəzlənir və artıq 2 kilometrə yaxın hissədə asfaltlanma işləri yekunlaşıb. Küçələrin işıqlandırılmasıdır, asfalt örtüklərinin vurulmasıdır, ara küçələrə, dalan döngələrə kifayət qədər vurulub və indən belə də vurulacaq. Qalan hər bir yerə asfalt örtüyü vurulacaq. Hazırda Ulu Öndərin adını daşıyan prospektə, Heydər Əliyev prospektinə hardasa 5 kilometrə yaxın asfalt örtüyünün vurulmasının şahidisiz. Bu şəhərə gözəllik verir. Hamımız doğrudan da çox sevinirik ki, gözəl işlər görülür burada və Sabirabad cəmaatı çox təşəkkür edir bizim Respublikamızın Prezidenti İlham Əliyevə. Yol inkişafı varsa deməli rayonun istər rayon, istər kənd, istər şəhər. Deməli onun iqtisadiyyatı yaxşı inkişaf edir.
yaxşı inkişaf eləməyi də yolun inkişafından asılıdır. Biz bunu həmişə layıqlı və yolun keyfiyyətli olmağı, yaxşı olmağı, inkişaf eləməyi yolun quruluşundan asılıdır. Yol da göz qabağındadır, yaxşı keyfiyyətli iş görürlər. Hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq. Yol cizgi və göstərici xətləri, həmçinin piyada keçidləri zolaqları çəkiləcək. Nəticədə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək. Minərəkbər Hüseynov, Elgiz Mahmudov, Sabirabad.